Salam, vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Suala keçməzdən əvvəl uşaqlar belə bir məlumatı xatırlatmaq istəyirdim ki, qeyd tətil müddətində 5-ci sinifdən 11-ci sinifə kimi yay dərslərimiz təşkil olunur. Dərslər haqqında məlumat əldə etmək istəsəniz, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Uşaqlar, burada bir kompleks ədədlərə aid olan bir sualdır bu. Uşaqlar, baxın burada, bu hissəyə biz həqiqi hissə demişik, bunu isə xəyali hissə. Burada da uşaqlar, baxın həqiqi hissə 9-dur. Xəyali hissə bu hissədir. Və bu bərabərlik ödənməlidir. Yəni bərabərlik. Bunda uşaqlar bərabərlik ödənməsi üçün həqiqi hissələr bir-birinə bərabər olmalıdır. Xəyali hissələr də bir-birinə. Və onda deməli mən 2x minus 1 bərabər 9 yaza bilərəm. Çünki bərabərlik olduğuna görə. Buradan 2x bərabərdir 10, x də bərabərdir 5 alınacaq. Sonra uşaqlar baxın x üstə gəlinsin y vurulsun i bərabərdir i yaza bilərəm. Bu iləri ixtisar eləsəm, x üstə gəlinsin y də bərabərdir 1 alınar. Və x-in yerinə 5 yazsın, 5 üstə gəlinsin y bərabərdir 1-ə. Buradan y də bərabərdir -4 alarıq uşaqlar. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.